Salam, bugünkü videoda isə biz ismin digər bir bölməsi olan sayılan və sayılmayan isimlər barəsində danışacağıq. Qeyd edim ki, sayılan və sayılmayan isimlər imtahana düşəcək sual strukturlarından biridir. Siz birinci ingilis dilində sayılan isimlərin countable, sayılmayan isimlərin uncountable olduğunu bilməlisiniz. Daha sonra isə siyahını əzbərləməlisiniz ki, hansı isimlər sayılır, hansı isimlər sayılmır. Daha doğrusu sayılmayan isimlərin siyahısını öyrənməklə sayılan isimləri də tapmaq asanlaşacaq. İngiliscə dedik ki, count saymaq deməkdir. Countable sayılan, uncountable sayılmayan deməkdir. Sayılan və sayılmayan isimlər arasında müəyyən fərqlər mövcuddur. Deməli, əgər isim sayılırsa, o təkdə olmalıdır və cəmdə olmalıdır. Yəni, hər iki forması mövcuddur. Əgər isim sayılmırsa, yalnız tək formada istifadə olunur. Bu deməkdir ki, əgər isim sayılmırsa, qarşısına rəqəm yaza bilmərik, ən artiklan istifadə edə bilmərik və cəmlənməsi də mümkün deyildir. Ancaq sayıla bilən isimlərdə qarşısında artikl yazıla bilər, rəqəm işlənə bilər. Bir də müəyyən kəmiyyət bildirən sözlər, quantifiyerslər vardır ki, ayrıca bir bölüm olaraq keçəcək, ancaq bu testdə olduğundan dolayı toxunmalıyıq. Deməli, belə deyim də sizə, saymayan isimlərin siyahısını yaxşı bildikdən sonra quantifiers bölməsində siz çox yaxşı biləcəksiniz. Ancaq bilməlisiniz ki, hansı kəmiyyət bildirən sözlər hansıları sayıla bilən cəm isimdən və hansı sayılmayan tək isimdən istifadə olunur. Deməli, belə qısaca deyə bilərəm ki, əgər tutaq ki, siz orada mini çoxlu sözünü gördünüzsə, sayıla bilən cəm isim gəlməlidir. Few az, a few biraz sözünü gördünüz. Very few çox az, only few yalnız biraz. Bu sözləri gördünüzsə mütləq cəm ismi istifadə olunmalıdır. Number of, the number of, daha doğrusu a number of-dan the number of. Belə deyim sizə. Burada anı yazmamışam. Deməli, a number of-dan the number of-dan sonra gələn isim də cəmdə olmalıdır. Several'dan sonra gələn isim də cəmdə olmalıdır. Bu ifadələri əzbərləsəz və bunlardan sonra gələn sözlərin cəmdə olduğunu bilməyiniz yetərlidir. Daha sonra isə sayılmayan isimlərdən isə little az sözü, a little biraz sözü, much çoxlu sözü, very little çox az, only little yalnız biraz və this üstə və that üstə gəl, this üstə gəl sayılmayan tək isim, that üstə gəl sayılmayan tək isim istifadə olunur. Və a lot of-dakı bunlar oldu da doğrusu ayrıca olaraq sayılan və sayılmayan isimdən istifadə olunan sözlərimiz. Qeyd edim ki, müəyyən sözlər var ki, hər ikisindən istifadə olunur. Şərtimiz ancaq budur ki, həmin isim sayılırsa mütləq cəmdə olmalıdır. A lot of-dan da sonra cəm isim gələ bilər. Lots of-dan da sonra cəm isim, plenty of-dan da sonra, some, any və no-dan da sonra. Yəni, həm sayıla bilən cəm isim gələ bilər, həm də sayılmayan tək isim gələ bilər. Xahiş edirəm, diqqətli olun. Həmin isim əgər sayılırsa mütləq cəmdə olmalıdır. Məsələn, biz testlərdə tutaq ki, bunun qarşısına book sözünü yaza bilmərik. Çünki book kitab sözü sayılır və mütləq sonuna s artırmaq vacibdir. Deməli, uşaqlar, ümumi bildik ki, deməli, sayılan və sayılmayan isimlər nələrlə işləndi və necə işləndi. Bir də yadda saxlamalısınız ki, əgər iki isim yanaşı işləmələrsə, bu zaman birinci isim tənəci rolunda çıxış edəcəkdir. Yəni, birinci isim artıq öz isim funksiyasını itirir, sanki sifətləşir. Məsəl üçün, furniture sözünü görsəniz, a furniture, two furniture, five furniture ya da furnitures, many furniture, a few, yəni several furniture. Bu sözlərin heç birini verə bilmərik. Artıq ancaq furniture-in yanına bir dənə shop sözü, yəni mebel sözünün yanına mağaza sözü əlavə olunsa, artıq orada biz mağaza, hansı mağaza, furniture shop verəcəksiniz. Yəni artıq həmin o furniture isim olaraq sifətləşir. Çünki iki isim yanaşı eləsə, birinci isim tənəci rolunda çıxış edir. Artıq biz shop sözünə baxaraq onun qarşısına article yaza bilərik. Daha sonra isə shops da yaza bilərsiniz. Some furniture shops da verə bilərsiniz. Several furniture shops da verə bilərsiniz. Many furniture shops və s. bir şəkildə. Sonra uşaqlar, ümumiyyətlə belə bir şey deyim ki, bunlar sayılan və sayılmayan isimlərə aid olan qrammatik qaydalardır. Ancaq sual verə bilərsiniz ki, bəs müəllimə, sayılmayan isimləri biz necə öyrənək? Əslində sayılmayan isimləri öyrənmək sadəcə olaraq əzbərləməkdən gedir. Ancaq biz əzbərləyərkən müəyyən qədər, yəni məntiqi əzbərlərimiz də olmalıdır. Sadəcə əzbər deyib bitməməlidir. Çünki əzbərlədiyimiz şeylər başa düşməyərik, əzbərlədiyimiz çox şeylər bizim yadımızdan daha tez çıxır. Əgər sizdə tərcümə ehtiyatınız çox yaxşı səviyyədədirsə, maye halında olan isimlərin tərcüməsini bilsəniz, məsələn, blood, qandır. Siz artıq bilsəniz ki, o mayedir, artıq sayılmayacaq. Və yaxud da ki, kafe sözü, kafe, qəhvə sözü, məsəl üçün, milk süd sözü. Yəni, onun tərcüməsini bilsəniz, biləcəksiniz ki, həmin isimlər maye halında olduğundan dolayı sayılmır. Sonra, yeni məhsullarımızın bir çoxları, yəni hamısına aiddir, amma bir çoxlarla
Sonra maddə material adlarının hamısı sayılmır. Təbiət hadisələrinin heç biri sayılmır. İdman və oyunatlarımız, elm fənadlarımız, fəaliyyətlərimiz, xəstəliklərimiz, danışdığımız dillər, qaz halında olan maddələrimiz, kiçik hissədən ibarət olan maddələr vardır ki, onların heç biri sayılmır. Ancaq qeyd edeyim ki, həmin o biz sadəcə olaraq müəyyən kəmiyyət bildirən sözlərdən, xüsusi ölçü vahidlərindən istifadə edib biz onları sayırıq. Məsələn, çörək sözü sayılmasa da, ancaq mən onu a slice of bread, bir çörəyin bir dilimi, ya da ki, a lump of bread, bütöv bir çörək şəklində götürüb saya bilərik. Və həmin xüsusi ölçü vahidlərin siz mənalarını əzbərləməyiniz çox vacibdir. Çünki test ola bilər, düşərsə onu yazanda diqqətli olmalısınız. Qeyd edeyim ki, yəni bu xüsusi ölçü vahidləri təkcə sayıla bilməyən isimlərlə deyil, eyni zamanda sayıla bilən isimlərlə istifadə olunur. Yəni çaşmayın, diqqətli olun. Misal üçün, belə deyim sizə, məsəl üçün verilir testlərdə daha çox uşaqlar nəyi çaşır? Məsələn, iglas bir stəkandır. Təbii ki, stəkandan sonra maya halında olan isimlər gələcək daha çox. Məsəl üçün, a basket of grape, bir səbət üzüm. Artıq orada grapes verməlidir. Çünki artıq bir səbətin içərisində üzümlərin sayı təbii ki, bir dənə üzüm olmayacaq, bir çox üzüm olacaq. Diqqətli olmaq lazımdır. Bir də qalır sizə bunları əzbərləməyiniz. Bir də ki, bu ifadələrin qarşısı əgər burada verilən bu sözlər, həmin ölçü vahidləri tək halda olarsa, mütləq artikeldən istifadə olunmalıdır. Yəni, slice of vermək olmaz. O zaman slices verə bilərsiniz. Yəni, slice of lemon ən doğru ifadədir və yaxud ki, slice of lemons. Artıq burada slice of lemons şəklində olmalıdır. Deməli, biz burada limonsuz yenə qeyd eləməmişik. Belə deyim sizə, bir dilim, tutaq ki, limonun bir dilimi elə də verə bilərik. Çünki artıq bir limonun bir dilimi bir səsdən söhbət gedir. Ancaq desək ki, limonların dilimləri artıq orada cəmdə istifadə eləməlisiniz. Sonra, misal üçün, slice of lemon da verə bilməzsiniz. Slices də verə bilməzsiniz. Orada s istifadə varsa s artiklın yeri yoxdur. To slice-də to-dan sonra gəlsin mütləq dilim sözlərini cəmdə verməliydiniz. Tutaq ki, testdə some, several, many, a few da görsə slices verməlisiniz. Çünki some, several, many, a few-dan sonra mütləq gələn isim cəmdə olmalıdır. Artıq burada biz limonların dilimlərindən söhbət gedirdi. Artıq limonlar cəmdə olmalıdır. Çünki limon sayılır. A slice of lemon deyəndə ancaq bir dilim limonun, yəni bir dilimdən söhbət gedəcək. Amma slice of lemons desəz, limonların dilimlərindən də söhbət gedə bilər və yaxud da ki, slice of lemon da verə bilərsiniz. Bu zamansa bir limonun dilimlərindən söhbət gedəcəkdir. Bir də ki, ən çox düşən məşhur sayıla bilməyən isimlərdən danışmaq istəyirəm. Mənasına görə sayıla, yəni toxuna bilmirəmsə, sizə görə bilmirəmsə fikrində o mücərrəd mənasını daşıyarsa artıq biz düşünürük ki, o sayılmır. Ancaq müəyyən isimlər var ki, əzbərləməlisiniz ki, onlar sayılmır. Məsələn, ideya sözü sayılacaq ancaq. Impression, təəssürat, voice, səs, dream, arzu, wish, arzu, hope, ümid, hour, saat, joke, zarafat, problem, storm, fırtına, cloud, blood, wind, külək sözləri sayılacaqdır. Əksərən belə deyim ki, sizə təbiət hadisələrimiz dedik ki, sayılmır, ancaq bu üçü sayılacaqdır. Sonra sayılmayan isimlərdən ən çox məşhurları advice, məsləhət sözü sayılmır, news, xəbər sözü, business, education, information, success, venture və s. bunun ardına əzbərləməyiniz vacibdir. Sonra uşaqlar, gəlin testlər üzərində baxaq. Deməli, 56-cı sualda countable deyir, yəni sayıla bilən isim istəyir. Biz artıq öyrəndiyimiz siyahıdakı sözləri çıxaraq, biz bu testin cavabını asanlıqla tapa bilərik. Məsəl üçün öyrənməlisiniz ki, advice, bayaq da qeyd etmişdim, sayılmır, coffee, mayedir, sayılmır. Su mayedir, sayılmır. Luck, uğur, mücərrəd mənalı sözdür, sayılmır. Bir dənə bird, quş, slice, dream sözləri sayılacaqdır. Sonra uşaqlar, gəlin 8-ci suala baxaq, fərqlilik olsun. 8-ci sualda artıq sayılmayan ismin özünü istəyir, yəni öyrəndiyimiz siyahı olacaqdır. Artıq siz siyahıdan bilməlisiniz ki, rice düyü xırda parçalardan ibarətdir. Grass, ot sözü, sand, qum sözü, artıq bunlar sayılmayan isim olaraq öyrənəcəksiniz. D variantı olmalıydı. Sonra uşaqlar, gəlin, yəni belə deyim də, test ola bilsin ki, sayılan və sayılmayan isimlərdən sual gəlsə, ancaq əzbərləməklə tapa biləcəksiniz. Amma bəzi ifadələr var ki, artıq sayılan və sayılmayan isimlərin özündən bağlı tək əzbər yox, sayılan və sayılmayan isimlərlə bağlı qaydalarımız əsaslana bilər. Məsələn, the majority of people sözü, people insanlardır və insanların əksəriyyəti problem yoxdur. The number of-dan sonra biz demişdik, a number of, the number of-dan sonra xəbər sonra gələn isim cəmdə olmalıydı, tək də verib yanlışdır. A couple of pictures, bəli, bir cüt, yəni bir çox iki dənə şəkildən söhbət gedir. Artıq orada pictures mütləq cəmdə olmalıydı, çünki şəkildə cəmdədir və üstə doğrudur.
Sonra uşaqlar $70,000 $70,000 $70,000 söhbət gedir. Bəli, 70.000 sözündən sonra gələn dollar sözünə s qəbul olunub, doğrudur. Qeyd edim ki, money pul sözü sayılmasa da valyutalarımız sayılır. Kilos of meat yanlışdır, çünki artikeldan sonra sayıla bilən tək isim gələr. Kilo sözü sayılsa da cəmdə verib yanlışdır. Doğru variant olaraq 1, 3, 4B variantını seçirik. Sonra uşaqlar, məsələn 69-cu suala baxaq. Biz dedik ki, elder'dan sonra sayılmayan isim gələr. Plenty of-dan sonra cəm isim gələr. Yadda saxlamanız ki, plenty of-dan da sonra cəm isim gələr. Members üz sözü sayılır, ancaq təkdə verib yanlışdır. 2 pinches of salt. Pinch uşaqlar çimdik deməkdir. Yəni 2 çimdik duz. Artıq burada çimdiyin sayısında ikili var deyə cəmdə verib doğrudur. Several workers verərdi, yanlışdır. A number of-dan sonra news gəlməz, çünki a number of-dan sonra sayıla bilən cəm isim gələr demişdik. Buna görə də chemicals gəlsi artırdı. Bu da yanlış idi. Qalır bir dənə Y variantı düzgün variant. Sonra məsələn 72-ci suala baxaq. İnformasiya sözü biz bayaq demişdik sayılmır. Əgər isim sayılmırsa S olmaz. Artikel olmaz, miqdar olmaz, artikel olmaz. Qalır bir dənə D variantı doğru cavab olaraq. Sonra uşaqlar, məsəl üçün 74-də baxaq. 74-cü sualda if you-dan sonra cəm isim gələr. Mən təkdədir, men cəmdədir. Loaves-sı gəlib artikel olmaz. Edible salat doğrudur. Some pieces of doğrudur. Çünki some'dan sonra cəm isim gələr. Ya da sayılmayan isim gələr. Burada artıq PC isə sayılır deyə cəmdə veribdir. Doğrudur. Cavab burada olacaq. B variantı 3 və 4. Sonra uşaqlar 75-ci suala baxaq. 75-ci sualda oflu ifadədə piece isə söz sayılır. A piece of furniture verib doğrudur. A pieces olmaz. Some soap. Some'dan sonra sayılmayan isim və yaxud da ki sayılan cəm isim gələr. If you were man olardı. Yanlışdır. Çünki if you-dan sonra sayıla bilən cəm isim gələrdir. Ona görə cavab olaraq 1 və 3-cü testləri seçirik. Sonra uşaqlar, yəni sizin belə deyim, işlədəcəyiniz, düşə biləcək test tipləri bu qayda ilə bağlı bunlar ola bilər. Ya belə sizə siyahını verərsiniz, o düzgün variantı seçərsiniz, ya da ki, həmin o sayılan və sayılmayan isimlərlə bağlı qaydalara baxarsınız, diqqətli olarsınız ki, zaten sayılan və sayılmayan isimlər bölməsinin ən çətini də onlarla bağlı düzgün qaydaları seçməlisidir. Gəlin sonuncu suala 105-ə baxaq. 105-ci sualda pul sayılmır. Money verməsi yanlışdır. Bread sayılmır, if you nəşlənməsi yanlışdır. Çünki if you-dan sonra sayıla bilən cəm isim gələr. İnformasiya sayılmır deyə sı artırmarıq. Sonra, if you a bottle of milk problemimiz yoxdur. Flowers S qəbul etsə anın yeri yoxdur. Bununla da sayılan və sayılmayan isimlərlə bağlı testlərin yekun izahlarını bitirdik. Hələlik görüşənə qədər.